Yoldaşlar, vaxtınız xeyirli olsun. Bugün bir dəqiqəlikdə vekt test edəcəyik. Çalışın uşaqlar, bu şənbə bazar günləri özünüzü necə deyim sizə, birinci gün üçün hazırlayın. Yəni bek testləri edin, çoxlu bek testləri edin. Mütləqdir. Bek test sizi daha da təkmilləşdirir, daha da strategiyaları qrafik üzərində aparmaq üçün daha da sizə yol göstərir. Belə deyim sizə. Hal-hazırda bir dəqiqə baxırıq, bir dəqiqə kompozisiya. Mən qısa vadi skalp edəcəm. Baxın, götürür. Məsələn, alt likiditələr, üst likiditələr. Tamam mı? Fiyatların cəmlənməyən alanları. Uçur. Üstü məsələn, qalxdı, qalxacaq. Bu fitil buradakı. Bax, həmin ki, bu fitil yoxdur, bu fitil. Bu fitil qənaət bəxş deyil də, tamam uşaqlar. Qənaət bəxş deyil. Bax, gördünüz? Məsələn, oradan girə bilərdiniz, tamam, girmədi. Bu fitil, məsələn, bu alanımız var, məsələn, görürsünüz. Bu alanı götürüb gedib, tamam mı? Reaksiyon verirsə düşüş. Buraya girsəmiz, alanımız yetərlidir. Baxırıq. Bax, belə getdiyi alanlardan həmişə mən nə edirəm? Chartı izləyərək və strategiyaları tərtib edirəm. Yoxlayıram, yəni bəzən olur qrafik dəyişə bilir. Yəni mən etdiyim, məsələn, mən strategiya tərtib edib ki, analizə daxil olmuram. Bax, artıq burada bu formada edirəm. Mən artıq stopumu getirdim, düşürdüm aşağı. Daha doğrusu, bax, məsəl üçün, belə edirəm də, yəni, başa düşdünüz? Hətta kardayım artıq. Biraz aşağı etmişəm. Bu alan mənim üçün, bu alanı gəlsin. Bu alan mənim üçün yetərlidir. Artıq oradan mən stoplayacağım. Ay, gəlmədi. Tamam. Buradan yenə heç sıfırdan çıxdıq, tamam mı? Niyə görə etdi? Bax, burada reaksiyon verdi. Bərabər inteqrasiya. Olsun. Başa-baş çıxdıq, problem yoxdur. Tələsməydi uşaqlar. Məncə problem yoxdur. Bax, istənilən alanda girin məsələn. Bax, tutaq ki, bu qrafik qalxır, tamam. Baxın. Məsələn, bilmirəm də, tamam mı? Gördünüz, artıq gedib də. Gördünüz? Məncə sorun yoxdur, yəni. İstənilən alanda girin. Bax, məsələn, buradan sel girim ta bura qədər. Bax, bura qədər. Tamam, bax. Gördünüz? Məncə problem yoxdur. Mən sadəcə ümumiyyətcə uzun vadəli işləm aparanlar üçün, yəni məsəl üçün 10 dəqiqə, 15 dəqiqə falan belə, yəni oturub gözləyənlər üçün bunu test edib göstərmək istəyirəm. Yoxsa mənim üçün problem deyil, mən istənilən alanda girirəm. Gördünüz? Buradan sel girirəm. Bax, burada da. Gördünüz? Buradan qalxı gedib, belə. Gedirik, davam edirik. Super gedirik. Tamam. Buradan. Tamam, biz indi buraya görürük, məsəl üçün. Tamam, buraya görürük, problem yoxdur.
Böyle. Gördünüz? Hemen kısa scalp ederim de tap 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 vururum oradan mesela başa düştünüz. Ve buradan mesela buraya kadar de kifayet. Gördünüz uşaqlar. Yəni bir də bu şeyi açmıram da mən sizə. Bunu açmıram. Yaxşımı? Çəkdiyim oxlardan bilərsiniz də yəni. Qısa scalp. Ayda burada bay girəcəydim. Yadımdan çıxdı. Birazdan dönüş versin. Baxayım verəcəyim. Risk edeyim mən. Tamam. Bu artımda. Tamam. Bir tane de bir. Ayda. Gördüm şu an o. Zen yoktu. Tamam. Burada da mesela sen. Gördünüz şu an. Kısa scalp. Kısa scalp. Bir de gəlikdə. Impuls. Ayda. Mən bu çəkəcəydim aşağı. Allah'a. Ne bura? Bayaqki alanımıza. Gördünüz. Gördüm burada şanlı. Zen yoktu. Təsəvvür edin ki, mən buradan girdim də. Gördünüz? Scalp budur. Scalp budur uşaqlar. İşleme formasyonu. Süperdi maşallah. Şimdi buradan bir balaca. Ve burada mesela scalp edirsiniz uşaqlar. Bu biraz riskli alandır. Ama ki scalp'ı buraya da edebilirsiniz. Tap. Gördünüz? Buradan bir tane ver. Bay. Все. Ve olanı. Kısa scalp budur. MetaTrader 5'te biz belə edirik. Qalxdı. Yeni birlik. Tamam. Çox etmə. Çox etmə. Biz də geri dönüş gözləyirik səndən. Mesela uşaqlar. Burada değil mesela. Ben buradan scalp girirəm. Ay burada. Dene. Bir saniye. Bir dənə şam versin baxa. Gəlməlidir. Ay biraz da. Ya dəf kimi. Dəf kimi. Düzdür bu alandan girdik. Buradan yəni in-short verməlidir. Mən maksimum balansa uyğun tarazlayıram da. Məsələn belə qalxanda cüzi miqdarda qalxanda 1 şam 2 şam. Artıq orada məsəl üçün mən karımı, məsəl üçün stopumu qoyuram 200 dollar, 250 dollar. Tamam, heç bir sorun yoxdur. Əks halda marketi görürəm ki, dəyişmir də, yəni eyni istiqamətdə gedir, paralel istiqamətdə gedir. Çin və Çin aralıqları. O yüzden selat. Tamam, gəldi. Buradan yenə baxırıq. Biraz sana da qalx. Tamam, qalxsın. Bu formada bizlə mən daha doğrusu scalp edirəm. Bir dənə dönüşüm selat, baxın. Selat. Aha, beraber reaksiyon. Bu fake reaksiyondur. Və belə artan alanlarda uşaqlar bu əməliyyatı icra edirsiniz. Tamam mı? Yuxarı 200 görürsünüz 26-18'e qədər. Yəni bu mənim üçün problem. Və belə alanlarda mən artıq avtomatik olaraq bu alanlarda mən artıq bu teori ilə işləyirəm. Şimdi bir oturup şey gözləmirəm. Ayda üzrlü sayın internetim getdi. Ya işıqlar getdi, başa düşmürəm. Neyse işıqlar getdi. İşıqlar söndü. Və belə kimi edirəm. Yəni ticarətimizə belə bu formada edirik. Yaxşı mı? Məsələn qalxdı, düşdü. Bu scalp alanlar var. Mesela
Bərabər inteqrasiya olunmayan alan var. Hansı ki bu xətt var. Görürsüz bu alan. İnteqrasiya olunmur. Bu fiyat bura məcbur ki düşsün. Başa düşdünmü necə? Baxar görün. Yəni nə deyir burada? Yo. Problem yoxdur. Bax bu alan, bu alan. Bu alanı cəmləşəcək. Cəmləşdikdən sonra yenə düşə bilər. Bu uzun vadəli işləmlərdir. Mən normalde çoxdan scalp edirəm. Gördünüz? Gördünüz uşaqlar. Həmin ki bu alan dedim sizə. Gördünüz gəldi bu alanı götürdü, fiyatları cəmlədi. Bu alt stimulla, fitillə alt stimulu. Gördünüz bu alanı, bu fitillə bu alt stimulu götürdü qardaşlar. Yəni tam götürməyib, amma ki yəni dəyişim edib də. Yəni o deməkdir ki mən buraya gəlib götürəcəm. Yəni ki burada niyə görə götürməyib deyim sizə. Tam götürməyib. Çünki bu fitillə bu alt manipulyasiya hissələri ki yoxdur, fiyatların ki alt fitilləri. Üst fitillə alt fitillərini cəmləyir, başa düşün, gəlib cəmləyə bilmir. Yəni deyir ki mən azı gedib buranı götürəcəm. Bu xətti mən hansı ki bu aralığı dedim də sizə. Götürəcəm, ondan sonra qalxacam ora. Tamam mı? Bir dənə baxaq. Gördünüz? Bomba kimi. Bu qədər bəsit. Özünüzü yormayın, çox axmaq şeylərə də baxmayın. Qardaş, girin hər bir stratejini çalışın. Necə deyim sizə, rahat bir formada. Yəni ki bir var ki məsələn bu qədər xəttlər çəkirsən, buradan dartı ora çəkirsən, oradan dartı bura çəkirsən, 70 dənə şey uygulayasan, amma ki ehtiyac yoxdur. Yəni ki elə şeylərə görə özünüzü yormayın dostlar. Yəni gördüyünüz kimi 2 dənə 3 dənə əməliyyat açıram qardaş, normal. Mən scalpı çox qəşəng bilirəm. Yəni mənim heç problem yoxdur. Mən hardan dönəcək, hardan düşəcək, hara gedəcək. Mən ona görə orada tap bir 10 dənə əməliyyat açıram məsələn. Təsəvvür edin bu alana qədər həmin məsəl üçün bu alana qədər. Şam bura gəlir, görürsüz bu şam. Bura qədər mən artıq buy pozisiyonu bu bir dənə bu proje ilə verdim sizə. Several zone və pip teorisi ilə qardaş. Buradan girirəm, mən rahatam. Mən buradan qardaş siz məsəl buradan bura bir əməliyyat açanda 0.05 ilə mən buradan açıram 0.5-ləri 5-6 dənə. Başa düşdünüz necə qardaşlar? Bax belə bir şeydir. Yəni özünüzü yormayın. Çox gedib nə bilim fərqli şeylərə baxın, nə bilim 10 dənə bir chart üzərində 10 dənə stratejinin tərtibinin ehtiyac yoxdur qardaşlar. Ehtiyac yoxdur. Özünüzü elə şeylərə görə yormayın. Çox rahat, səlis olun, rahat olun. Real account belə deyim sizə demo ilə necə ticarət edirsinizsə gedin real accountda da elə kimi ticarət edin. Özünüzü sıxmayın, qorxmayın. Yəni bir dənə söz deyirəm. Mən bu hər zaman deyirəm qardaşlar. Yəni ki belə bir şey var. Siz brokerda məsələn ticarət edərək pulu itirmirsiniz. Siz həmin brokera bank kimi pullarınızı yatırırsınız ki, günü gələndə mən onu səndən götürəcəyim. Başa düşdün necə? Əgər onu itki kimi gözə almısansa, qardaş sən onu qaytara bilməyəcəksən. Mən ancaq bu vaxta qədər itki kimi onu gözə almamışam. İtirdiyim elə bir ki kassa kimi atmışam. Demişəm ala broker heç nə olmaz. 50 dollarım getsin, 100 dollarım getsin, 200 dollarım getsin problem deyil. Gün gələcək ondan mən sizdən sökə-sökə alacağam. Elə bir ki bankdır da qardaş, yatırım etmisiniz. Əgər davam edəcəksinizsə, yaxşı, elə bir ki yatırım edirsiniz. 1 il olsun, 2 il olsun, 3 il olsun, 3 ildən sonra bir gecədə tutacaqsınız. Bütün hamı pulunuzu çəkəcəksiniz oradan. Onu özünüzü qorxutmayın, çəkinməyin, rahat olun. Bu iş bilirsiniz necə? Biz özümüzü gedib maaşlı işlərdə, nə bilim, başqa yerlərdə qane edir də, yəni bizi bilsən nətə, biz ən azından rahat oluruq ki, 500 manat gələn yerimiz var. Ancaq ki, gedən canımızı, gedən vaxtımızı, cavanlığımızı itiririk, məhv edirik. Sadəcə o pullarlandakı qardaş ancaq günlük tələbatımızı ödəyirik, başqa heç nə. Yəni ki, maaşla alınmır. Yəni bunu artıq insanlar o vaxt məsələ alırdı, evində qoyurdu, saxlayırdı, tamam mı? İndi elə bir şey yoxdur da qardaşlar. İndi bunu onlayn platformalar üzərindən tərtib ediblər ki, yəni insanlar rahat bir şəkildə alış-satış etsin, ticarətlərini etsin. Təbii ki, onlar da qazanır, onlar da çox qəşəng qazanır. Və bunların biz ticarətçiləri üçün rahatçı. Məsələn birini qoyub birini keçirəm. Məsələn bundan qabaq öncə mən belə deyim sizə, mən hardasa 2014, 2016 əsgərliklərdə idim. Əsgərlikdə olduğum müddətdən 2015 idi yoxsa 2016-da idim, səhv etmirəmsə, artıq eşitdim ki, dollar qalxıb. Başa düşürsünüz necə? İnsanlar o zaman nə etdilər qardaş? Getdilər, bu ticarəti bilən insanlar getdilər qardaş, manatını çevirdi dollara. Tamam mı? Dollar məsələn 105 isə, 102 isə və ya 72, 76 isə nə etsə qardaş, getdi məsələn dollar artdı.
evində saxladığı 1000 dollar məsələn 720 manat isə oldu 1500-1600 manat. Başa düşdünüz necə? Bunu alırdıq evimizdə, evimizə qoyurduq, evimizə yerləşdirir. Qızıl olsun, fərqi yoxdur da, istəniləni alın. Qızılı alırdıq, evimizdə saxlayırdıq, artanda aparıb satırdıq məsələsi. Bu artıq yəni texnologiya üzərinə gəldi də. Başa düşdünüz necə? Texnologiya vasitəsilə artıq biz onlayn formada, onlayn cüzdan özümüzü hazırlayıb və onlayn cüzdanda qardaş pulumuzu aktarırıq və başlayırıq ticarət etməyə. Başa düşdünüz necə? Ya bunun yolları var, bunun missiyaları keçməlisiniz. Təbii ki, itirməlisiniz, itirərək öyrənməlisiniz. Mən itirdim, ancaq nəticə yoxdursa, itirdiyin şeydən nəticə çıxartmalısan. Nəticə yoxdursa, bu düzələn bir şey deyil. Yenə günü gələcək, yenə eyni yerdə sərf edəcəksən. Yenə eyni sən ancaq hər sərfində bir nəticə götürsən. Bu gün itirdiyin pul sabah sənin cibindədir. Başa düşdünüz necə? Yenə deyirəm, itki halına baxmayın. Düşünməyin ki, mən itirdim qardaş. İtirdim yox. Biz bank kimi yatırım edirik. Gün gələcək alacaqsınız onlardan sökə-sökə. Yaxşı uşaqlar. Allah'a əmanət olun. İşıqlar söndü, internet getdi. Yoxsa çəkəcəkdim sizin uzun danışardı. Uzun bektes edəcəkdim sizin. Sadəcə buralarda da oxlarımı çəkə bilmirəm də. Görürsünüz, burada oxlar çəkirdim məsələn. Sizə göstərirdim. Məsələn, görürsünüz, burada oxlar çəkirdim. Ancaq ki, bu səfər işıqlar getdi, yəni o səbəbdən uşaqlar. Yəni mən uzun vadə etmirəm. Yəni retikalarda uzun vadə edirəm məsələn. Tutam ki, buradan düşmür məsələn. Tutam buradan düşür məsələn. Ayda çəkəmirəm. Məsələn buradan məsələn düşmür. Düşürdü ta bu alana qədər gəlirdi də, tamam mı? Mən məsələn oturub o gözləmirdim. Mən artıq avtomatik məsələn buradan məsələn chartın dəyişim nöqtəsi görürsüz. Bu fitili görürsüz, bax boşluq fitili. Fitil və arxası. Arxa və fitilin bu fitilin arxa hissəsi dolub. Tamam mı? Ön hissəsi dolmayıb. Bu da məcbur dayanıb qalxıb bura bu fitili doldurur. Bu fitillərdə çox önəmlidir ya. Çoxsu deyir belə də elədir. Mən şəxsən fitillərə çox diqqət yetirirəm. O yüzden də qardaş buradan düşürdü məsələn mən haracan skalp edirdim. Mən bax bu alana qədər. Bu fitillər var. Bu fitillər, bu fitillər. Bu fitillerin orta alanına qədər. Mən buradan bura skalp edəndə siz buradan bura məsələ buradan girmişsə tamam mı? Siz buradan bura 100 dollar qazananda mən buradan bura 100 dollar qazanıram. Başa düşdünüz necə? Yarıya qədər. Yəni riskli deyil qardaş, düzdür. Ancaq mən strategiyalarımı mən illərimi vermişəm. Ona görə strategiyalarıma güvənirəm və ona uyğun hərəkət edirəm. Təbii ki, mən strategiyaya o qədər də əmin olmasam, güvənməsəm mən də sizin kimi uzun vadə işləmini açaram. Amma düzgün edirsiniz. Siz hələ uzun vadeli işlemlerine devam. Tamam mı? Allah'a emanet olun. Görüşürüz inşallah.